Eşidirsiniz də yəqin ki səsi. Deməli, avtomobil Toyota Corolla Cross. Probek də 17.518 km. Yəni, probegini çək. Niyə çəkirəm bu videonu? Biraz öncə o Corolla'da paylaşmışdım videodan. Onda da probek az olanda. Yəni 80.000 normaldır, nə bilim nədir yazıblar orandan. Yəni belə bir şey deyim də, normal olan odur ki, yəni 17.000, 50.000, 60.000-də zətdə düzdür, olanda səs var. O 80.000'lik Corolla'da da problem 30.000'də başlamışdı. Video şəklində cavab verirəm, rəylərdə yəni cavab yazanmadım. Bunda da gördüyünüz kimi 17.518'də. Maşını pisləmirik. Sadəcə bu zavodun bir problemidir. Yəni zavodda defekt, yəni gördüyüm qədər də hər birində də bir problem var. Sadəcə deyirəm, insanlar bilsin, maşını pisləmə niyyəti ilə eləmirəm. Bəziləri odur, yazır ki, pisləyirsən deyəcək. Mən maşını pisləmirəm, maşındır, yəni Toyota'dır. Kim istəyir ki, yəni, avtomobil yaxşı da maşındır. Sadəcə rulava oyunda belə bir defekt var. Bunu prosto məlumatlandırıram ki, insanlar bilsin və acaba olsun ki, nədədir problem. İzlədiyiniz üçün təşəkkürlər. Video bu qədər. Dedim, marifələsiz biləsiniz. Sağ olun.